Sinoptiklər 2 gün sonra havanın soyuyacağı barədə xəbərdarlıq edir. Belə ki, martın 18-dən 19-una keçən gecədən başlayaraq ölkə ərazisində havanın dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi və temperaturun 10-15 dərəcə inəcəyi gözlənilir. Yağıntı intensivləşəcək, şimşək çaxacaq, bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qar yağacağı ehtimalı var. Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq da verilib. Qeyri-sabit hava şəraitinin isə martın 24-nə qədər davam edəcəyi bildirilir.